Məsəl üçün, ayağa dursam, ayağa qalxsam, xoşbəxtliyi onda mən kətan səninə sıxışdıra bilərəm. Ceyhun deyir ki, yaradıcılığında daha çox peyzaj janrına üstünlük verir. Portret çəkməyi də çox sevir. Bunu müsahibimiz belə izah edir. Sadəcə portretləri ona görə işləyirəm ki, yəni hal-hazırda əmədimlə pul qazanım, istifadə edeyim bu sənətimdən. Sifarişlər gəlsin deyə portret üslubuna da yol verirəm. Ceyhun, ən böyük şəklini göstərə bilərsən bizə? Ən böyük şəkil ağlıdır. Bu şəkildə hardan təsvir etmirsən? Hansı bölgəmizi?